Dovşan və kölgəsinin yuxu axtarışı. Bir gecə balaca dovşan yuxuya gedə bilmirdi. Pəncərədən baxanda gördü ki, kölgəsi divardan qaçıb. "Dayan!" dedi dovşan. Kölgə asta səslə cavab verdi. "Mən sənin yuxunu tapmağa gedirəm." Dovşan gözlərini yumdu. Kölgə geri qayıtdı. Əlində bir yuxu gətirmişdi. Rəngli, yumşaq və çox isti. Dovşan gülümsədi və səhərə qədər şirin yuxuda qaldı. Gecəniz xeyrə qalsın əziz uşaqlar.